Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən gözəl əxlaqı tamamlamaq üçün göndərildim. El arasında da belə bir misal var. Gözəl əxlaqla yaşa ki, insanlar səni yox, əməlini xatırlasın. Yəni, İslam yalnız namaz, oruc deyil, ən böyük ibadətlərdən biri də tohidlə yanaşı gözəl əxlaqdır. Yəni, sən necə davranırsansa, o qədər müsəlmansan. Əgər dilimiz sərtdirsə, qəlbləri qırırıqsa, insanlara yük oluruqsa, ibadətlərimizin ruhu əksikdir. Gözəl əxlaq, gözəl davranış valideyndən başlayır. Anamızın, atamızın duası bəlkə də bizi qoruyan yeganə sipərdir. Gözəl söz danışmaq, səsini qaldırmamaq, könüllərini almaq əxlaqdandır. Allahın kitabında deyilir, onlara uf belə demə, onları incitmə, onlara gözəl sözlə müraciət et. İsra surəsi 23-cü ayə. Həmçinin qonşu ilə də gözəl münasibət əxlaqdandır. Qonşunun acılığını bilib tox yatmaq müsəlmanlıq deyil. Qonşunun səsini eşidib halını soruşmamaq qəlbsizlikdir. Peyğəmbər sallallahu aleyhi və səlləmə görə iman, qonşuya əziyyət etməyən insanın imanıdır. Gözəl qonşuluq dinimizin bir parçasıdır. Yaşlılara hörmət də əxlaqdandır. Yaşlılara hörmət təkcə ədəb deyil, həm də imandır. Böyüklərə əl uzatmaq, yol vermək, sözünü kəsməmək müsəlman əxlaqıdır. Kim yaşlılara hörmət edərsə, Allah da ona gəncliyini izzətlə yaşadar. Cəmiyyətə əxlaq. Əgər küçədə bir zibil görüb götürmürsənsə, bu da əxlaq əksikliyidir. Cəmiyyət bizdən təbəssüm istəyir, salam istəyir, ədalət istəyir. Əgər biz susuruqsa, haqqı demiriksə, zalıma qarşı çıxmırıqsa, bu da bir məsuliyyətdir. Varlı olsan da qardaş, ömür keçib gedir. İnsanlar varlı olduğunu bir vaxt unudacaq, amma nə qədər gözəl insan olduğunu unutmayacaq. Elə yaşa ki, insanlar sənin yoxluğunda belə, Allah ondan razı olsun, o bu məhəlləyə nur saçırdı desinlər. Gözəl əxlaqla yaşa, valideynə şəfqətlə, qonşuya mərhəmətlə, yaşlıya hörmətlə, uşağa sevgi ilə, cəmiyyətə fayda ilə yaşa. Və unutma, ən ağır tərəzi qiyamətdə gözəl əxlaq olacaq. Ya Rəbb, bizə gözəl əxlaq, yumuşaq qəlb, açıq üz, mərhəmətli baxış və faydalı əllər nəsib et. Əmin.